Aleyküm qardaşlar, necəsiniz? Nə var, nə yox? Deməli bir dənə bir sözü danışacağam. Yəni indiki bir dəqiqə hal-hazırda olan hadisədən istəyirəm danışam sizə. Biz dəfələrlə bunu görmüşük, ancaq bu gün bir daha sübut olundu. İraq yaxşılardan, İraq etibarlı qardaşlarımızdan. Yəni etibarlılar heç də ürəyimizdir, başımızın tacıdır, etibarlı oğlanlar, etibarlı kişilər, etibarlı insanlar. Deməli 40 qəpiklik dən yeyən, nə bilim, elə deyək, kuşxananı 50 manata, 100 manata yığırsan da, o 50 manatlıq, 100 manatlıq kuşxanada qalan göyərçinin etibarı yarım milyonluq villada yaşayan, naz-nemət yeməklər qəbul edən o insandan daha etibarlıymış. Deməli, dünənləri, yəni bu sözümlə yəqin çox qardaşlarımız razılaşar. Dünənləri heyvan qalxdı buradan, təzə cavandır da, heç cəhildim də olmayıb. Belə də yüngülvari. Keçən ilin 2024-ün sentyabr zat bağlaları idi. Yəni mən onu 3-4 dəfə, 5-6 dəfə uzaqbaşı uçurtdum. Heç saatın zadını da görmədim. Ancaq bu günləri o quş dünən getdi. Elə belə deyəsə, vaxtsız həyətdən qalxdı. Quş qaldı gecəyə. İndi saat bu günləri hal-hazırda 20 apreldir. Saat da 6-ya işləyib. İndi bir dənə sizə bir şey göstərəcəm qardaşlar. Bax. Və həyətdə quşları gözləyirəm, yağış yağır da. Budur, bax, gəlir maşallah. Yəni uçuşundan bilirik də Allahın izni. Düşəndə də sizin üçün onu çəkəcəm Allahın izni ilə. Quşda olan etibar valla insanlarda yoxdur. Yəni dediyim insanlarda, o etibarsız insanlarda həqiqətən yoxdur. Maşallah olsun, adama ləzzət edir də valla. Bu köhnə quşların elə köhnə xasiyyətlərindən biri də əzimkar olmaqları, etibarı olmaqlarıdır. Maşallah, maşallah gəlir. İnşallah yerə də düşün, sizin üçün onu çəkəcəm. Baxarsız, ləzzət alarsınız. Allah bütün etibarı qardaşlarımızın canı sağ eləsin. Dostluğa, yoldaşlığa sadiq olan, bir üzlü olan dostlarımız var. Bir dənə siması var, bir dənə üzü var. Allah o qardaşlarımızdan razı olsun. O kişiləri Allah qorusun. O münafiqliyi peşəkarcasına həyata keçirdən insanlardan Allah hamını uzaq eləsin bura. Maşallah, bax, həyətin üstündə də oynamağı zadı var. Görürsünüz, yoxsa təzə-təzə oynağa düşür. Bilmirəm, çəkirəm yoxsa, videoda tam görükür yoxsa yox. Bu da bugünkü bir xatirə, bir tarix. İnşallah 20 aprel 2025-ci saat 6-ya işləyib 22 dəqiqə. Çəkdim bunu sizin üçün. İnşallah yerə düşün, sizin üçün onu çəkəcəm. Yerdəki bitfas onu da çəkərəm Allah. Demirəm, 50 saat uçur. Yo, 5 saat, 6 saat uçur. Zato əzimkarlıqla, tamaşasıya zövq verməklə, ləzzət verməklə, sahibin padvayət etməməklə uçur. Belə bizim köhnə quşlarımızın belə xüsusiyyətləri vardır. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Düşər yerdə də çəkilişini eləyərəm, baxarsınız, balet eləyərsiniz. Hörmətlə Elxan mübarizlər. Hər kəsdən Allah razı olsun. Hamımıza uzaq da olsa da salamımız var inşallah. Qardaşlar, bax, çəkirəm. Hamımız baxın, bu quşlu gəldi. Allah hamının malına, mülkünə bərəkət versin. Buyurun. Budur. Görürsünüz. Orada var. Düzdür, həyətdə nəcis sad var. İndi quşların nəcisidir. Valla onu yuyursan gedir. Ancaq insan xəyanətinin, o münafiqlərin, əməllərin nə ilə yusun getmir. İndi bir çəkirik videoda, indi quşların nəcis sadı var da, həyətdə olur. Ancaq yenə də deyirəm, quşların nəcisini su ilə yuyursan dərhal təmizlənir, gül kimi təmizlənir. Ancaq insan o xəyanətinin, insan etibarsızlığının nəticəsi, izi heç vaxt silinmir, heç nəyinə də yuyulmur. Maşallah olsun, gəldi. İnşallah xeyirsi uğurlusu olsun, ləzzət elədi. Allah hamının malına, mülkünə bərəkət versin.